Bəzən görürük ki, bir çox insanlar dindən uzaqlaşır, ateist olur, Allahı, Quran-Kərimi, peyğəmbərləri inkar edir. Bu həqiqətən də bir dərddir, insanı düşündürən və üzücü bir haldır. Amma sual budur ki, insanlar həqiqətən də Allahı tanıyıbmı dindən çıxır, yoxsa onlara göstərilən dini tərk edirlər? Çox vaxtda insanlar dini Allahın özü ilə deyil, din adı ilə danışan insanların davranışı ilə ölçürlər. Halbuki insan səhv edir. Amma bu dinin səhv olması demək deyil. Bu da bir dərddir ki, baxır məsəl üçün filan molla, filan ruhani, filan dindar, filan hicablı xanım bu cür hərəkətlər edir. Deyir ki, yox, mən dindən çıxıram. Ay qardaş, səhvi o insan edir. Dinin nə təqsiri var burada? Sadəcə sən bəhanə edirsən. Bəzən də din yalnız qadağalarla, qorxu ilə təqdim olunur. Sevgi, mərhəmət və hikmət tərəfləri isə arxa planda qalır. Bu zaman insan düşünür ki, din onu sıxır, daraldır. Bu səhvlərdə çox dindar, bəzi dindarlarda var ha. Təzə dinə gəlib də, təzə hicaba gəlib. Başlayır onu sıxmağa. Sən filan şeyi səhv etdin. Sən namazın batildir. Sənin dərs namazın batildir. Başlayır onu sıxmağa. Halbuki tədricən onu öyrətmək lazımdır. Hamı birdən-birə gəlib alim olmur. Digər tərəfdən də internetdə yarımçıq məlumatlar, kontekstdən çıxarılmış ayələr və səthi izahlar insanları çaşdırır. Araşdırmadan, etmədən qərar verirlər. Qardaş, bilirsən bir araşdır, bax gör, bunun paylaşdığı məlumat düzgündür, yoxsa yalandır. Sən araşdırmırsan, ani bir dənə baxırsan videoya, hə, deməli səhvdir də, mən uzaqlaşdım dindən. Sən bir araşdır, bax da. Bəlkə biri yazıb oracı, evə bomba qoyublar, səni öldürəcəklər. İnanacaqsan ona. Gəlib araşdıracaqsan da, baxacaqsan ki, hardadır bu bomba, mənim evimə hara qoyublar, məni hasan öldürəcəklər. O saat başlayacaqsan araşdırmağa. Amma məsələ dinə gələndə araşdırmırsan. Deyirsən, düz deyir. Get bir araşdır, sonra danış.